Yuxa tortu resepti 1 dəqiqəyə möhtəşəm nəticə. İlk olaraq bu gözəlliyə baxın. Hazır, yumşaq və ləzzətli yuxa tortum. Hazırlanması isə çox sadədir. Xəmiri üçün bizə lazım olacaq 1 ədəd yumurta, 1 ədəd qatılaşdırılmış süd, 1 çay qaşığı soda, 1 xörək qaşığı sirkə və apardığı qədər un əlavə edib orta yumşaqlıqda xəmir yoğururuq. Xəmiri 8 bərabər hissəyə bölürəm. Hər birini 18 sm diametrdə yayaraq sobada ağ qalmasına diqqət edərək bişirirəm. Sonra bişən yuxaların arasına öz hazırladığım kremlə qat-qat yığıram. Həmin kremin hazırlanma videosu da kanalımda var, oradan baxa bilərsiniz. Üzərini isə kənarlarından çıxan artıq yuxaların ovuntusu ilə bəzəyirəm. Bu həm gözəllik qatır, həm də dadını daha da dolğun edir. Və budur, mənim həmin o möhtəşəm yuxa tortum hazırdır. Mükəmməl yumşaqlıqda ətirli, gözəl bir tort alındı. Siz də hazırlayın, nuş olsun.